Salam əziz izləyicilər. Bu günləri kombinin isti su esenjorunun, yəni bala esenjoru yuma prosesini göstəririk sizə. Hal-hazırda bala esenjoru kistatada təmizlənir. Nə vəziyyətdə olduğunu siz özünüzün şahidi olursunuz video vasitəsilə. Ev yiyəsinin, yəni kombi yiyəsinin şikayəti isti suyun verilməməsi idi. Yəni isti suyun gəlməməsi. Həm zəif gəlirdi, həm də isti suyu açmırdı kombi. Bu problemlərdən biri bala esenjorun tutulmasıdır. Hal-hazırda bala esenjor kistatada yuyulur. Tövsiyəm də odur ki, əgər belə problem olursa, bala esenjoru aparat vasitəsilə yox, belə sökərək ayrıcı olaraq yumanız tövsiyə olunur. Videolarımızı bəyəndiysə like qoymanızı xahiş edirəm.